Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Pete Hegseth Ukraynaya hərbi yardımın dayandırılması qərarını verib. Onun əmri ilə $2,2 milyon dəyərində silah yardımına veto qoyulub. Mətbuatda yayılan məlumatlara əsasən bu addım Ağ Evdə keçirilən görüşdən sonra atılıb. Trump administrasiyası isə məsələni təksib edib. Ağ Ev bəyan edib ki, Hegseth'in addımı onlar üçün də sürpriz olub. Pentaqonun açıqlamasına görə isə yardım dayandırılmayıb, sadəcə nazirin göstərişi düzgün başa düşülməyib. Sadəcə olaraq logistik fasilə elan olunmuşdu, deyə nazirlikdən bildirilib. Rusiya-Ukrayna müharibəsi fonunda isə rəsmi Vaşinqtonla Moskva arasında gərginlik artıb. Ağ Ev Rusiyanın digər ölkələrə müdaxilə cəhdlərini ABŞ-nin milli maraqlarına zidd hesab edərək cavab tədbirləri görməyə hazır olduğunu vurğulayıb. Artıq rəsmi Vaşinqton Kremlin beynəlxalq hüquq pozuntuları və kibertəhlükəsizlik sahəsindəki fəaliyyəti ilə əlaqədar yeni sanksiyaları planlaşdırır. Moskva isə Birləşmiş Ştatların bu addımını düşməncəsinə davranış kimi qiymətləndirib və elə sanksiyalarla da cavab veriləcəyini bəyan edib. Gərginlik beynəlxalq aləmdə də ciddi narahatlıq yaradıb. Belə ki, iki ölkə arasında soyuq müharibə ritorikasının geri dönməsi ehtimalı artır. Bu isə həm qlobal sabitliyə, həm də enerji bazarına mənfi təsir göstərə bilər. Vəziyyət gələcəkdə tərəflər arasında diplomatik danışıqlar